Bugün Qaxın İbaqlı kəndində Novruz şənliyi keçirilir. Bu şənliyə gürcülər də qoşulub. Xatırladaq ki, gürcülərdə Novruz bayramı keçirilmir, ancaq onlar bu şənlikdə bizə həmrəy olublar. Qax rayonu da qarşıdan gələn Novruz bayramına möhtəşəm bir şəkildə hazırlaşmışdı. Onu fərqli edən cəhətlərdən biri, şənlikdə Azərbaycanlılarla yanaşı digər millətlərdən olan vətəndaşların da fəal iştirak etməsi oldu. İndi də gəlin bayram tonqalını yandıra. Şənliyin əsas özəlliyi o idi ki, ilk dəfə olaraq məhz gürcülərlə birlikdə Novruz şənliyi həyata keçirildi. Nəzərinizə çatdıraq ki, gürcülər bu bayramı qeyd etmirlər. Lakin onlar ilk dəfə Azərbaycanlılarla həmrəy olaraq Qax rayonunda Novruz bayramını birgə qeyd etdilər. Birgə əyləndilər, Novruz adətlərini öyrəndilər və bu bayramın özəllikləri ilə yaxından tanış oldular. Milli adətlərimizdən olan rəngarəng Novruz xonçası isə öz gözəlliyi və dadlı şirniyyatları ilə gürcülərin marağına səbəb oldu. Novruz şənliyi gürcülərlə birgə yüksək əhval-ruhiyyə ilə qeyd edildi. Gürcülər bizim milli bayramımız olan Novruz bayramını çox bəyəndilər və hətta hər il bizlərlə qeyd etmək arzusunda olduqlarını bildirdilər. Başın sağ olsun Kosa, erkin olsun Beyzunsan, kəfənsiz ölməz Kosa. Almayın zamayını, çəkinmədir yanəsə, 5 yumurta payındır, zingirməyib, benim Kosam canlıdır. Bugün Azərbaycanın hər yerində olduğu kimi bizim kəndimizdə də şənlik var, hamı sevinir Novruz bayramının gəlişiyle. Bizim məclisimizə, kəndimizə qonşu kəndlərdən, İngiloy Kötüyüldən, Əlbeydən gürcülər gəlmişdi. Onlar da bizə kəndimizə gəlməkdə məqsədi bizim bayramımızı təbrik eləmək, bizimlə həmrəydirlər. Biz də Kanal S ailəsi olaraq bu tədbiri işıqlandırdıq. Bir daha hər kəsin bayramını təbrik edir, hər kəsə uzun ömür, can sağlığı arzu edirik. Nərmin Natif qızı Elmar Mustafayev, Kanal S xəbər.